Hər kəs salam. Mən Qadir Səmədzadə. Bu gün sizlərlə Python keçəcəyik və ilk videomuzu sizə təqdim edəcəm. Biz bu bölümdə Python Junior-u öyrənəcəyik. Daha sonra ilerləyəcəyik HTML, CSS, JavaScript və keçək dərsimizə. Biz Pythonda işləmək üçün Replit-dən istifadə edəcəyik. Replit Google-a yazıb daxil olursunuz. Replit 3 dəfə haqq verir, pulsuz. Ondan sonra başqa bir proqrama keçəcəyik. Bəli, mən burada eləmişəm. İndi sizə bunu yox. Bir dəqiqə. Çıxış edeyim. Bəli. İlk açılanda sizə bu ekran gəlməlidir. Biz buradan sign up və ya login edəcəyik. Əgər hesabınız varsa login edin. Əgər yoxdursa sign up edib təzə bir hesab oluşturaq. Daha sonra buradan Google-la daxil ola bilərsiniz və ya e-mail, password-la. Google-la mən daxil olacağam. Bəli, daxil oldum və bizim qarşımıza belə bir ekran çıxacaq. Buradan create app edəcəyik. Gördüyünüz kimi. Sonra buradan apps seçəcəyik. Bura Python yazacağıq və Pythonu bura daxil edəcəyik, yükləyəcəyik. Belə. Buradan da title yazacağıq. Title-a istədiyinizi yaza bilərsiniz. Mən məsəl üçün elə adımı daxil edirəm. Public edə bilərsiniz, bir də private. Private sadəcə siz görəcəksiniz. Public isə hər kəs görəcək. Create app edirik. Bəli. Create app edəndə belə bir səhifə gələcək. Bəli, gəldi. Gördüyünüz kimi. İndi təməlləri keçəcəyik ilk dərsimizdə. İlk öncə biz Pythonda verilənlər tiplərini keçəcəyik. Data tiplərini. Kodun hansı növ məlumatlarla işlədiyini müəyyən edirik. Və əsas verilənlər string olur. Mətinlər üçün istifadə olunur. String mətindir. Sətirlər qoşa, tək, üçlü dırnaqlar arasında yazılır. Məsəl üçün, indi biz nə praktik edək? Ad yazaq. Ad bərabərdir. Dırnaq içində Ali. Bəli. Sonra bura print. Print nədir deyə soruşsanız, print çap etmədir. Yəni bizim bu yazdığımızı çap edir. Print mötərizə içində nəyi çap etmək istəyirik? Bu adın. Yəni adın içindəki Ali. Bura ona görə yazacağıq ad və run edəcəyik. Konsolumuza girəcəyik. Və gördüyünüz kimi Ali. Adın içindəki, yəni dırnağın içindəki bərabərlikdən sonrakini çap etdi və bizə burada
çıxarda göstərdi. Artıq bunu silə bilərik. Sətrin uzunluğunu tapmağı sizə göstərdim. S bərabərdir. Nə yazaq? Məsəl üçün öz adımı yaz. Hello World. Hello World yazaq. Dırnağımız bağlıdır zaten. Sonra print mötərizə açacağıq. Len uzunluğu S'in uzunluğu. Mötərizə də bağladıq və bunu run edəcəyik və konsola daxil olacaq. Gördüyünüz kimi burada bizə 11 verdi. Burada 11 verməsinin səbəbi odur ki, burada dırnaqlar da var. Dırnaqlar da bir ədəd sayılır, bir rəqəm sayılır. Ona görə bizə 11 verir. Keçək digər misala. Sətirdən müəyyən hissəni götürmək, almaq. Birinci tekst yazırıq, bərabərlik qoyuruq. Bura məsəl üçün öz adımı daxil edəcəm bura. Siz istədiyiniz bir şey daxil edə bilərsiniz. Qadir yazdıq. Buraya print text və burada adi mötərizə yox, kvadrat mötərizə açırıq. 0 yazırıq və run edirik. Gördüyünüz kimi 0 buradan başlayır. 0, 1, 2, 3, 4. Məsəl üçün bura 0 yox, 1 yazaq. Run edək. A. 1 budur. Yəni 0 Q'dan başlayır. A 1, D 2, I 3, R 4. Sonra biz əsas, yəni vacibli, çox yerdə lazımlı olan import və input keçəcək. Input istifadəçidən məlumat almaq üçündür. Import modulları, kitabxanaları proqramı daxil etmək üçündür. İndi biz yazaq input input mötərizə içində dırnaq qoymadım. What is your name yazaq. Bu da nə deməkdir? Input istifadəçidən məlumat almaq üçündür. Bir daha deyirəm. Yəni istifadəçidən biz məlumat alacağıq. Sənin adın nədir? Run edəcəyik, konsola girəcəyik. Və burada gördüyünüz kimi artıq mən söz yaza bilirəm. Normalda yazmaq olmur, işlətmək olmur. Və bura bir də 2 nöqtə açsaq, davam etsək, belə daha yaxşı olur. Bəli. Input, what's your name? Sonra məsəl üçün input dırnaq içini açırıq. How old are you? Yazdıq. Run edirik. Və bizə ad soruşur. İlk öncə bura Qadir yazırıq. Buradan yaşı neçədir yazırıq. İstədiyiniz bir yaşı yaza bilərsiniz. İstifadəçi öz yaşını yazmalıdır. Daxil edirik. Və bu qədər. Və printə keçək. Print məsəl üçün slash raket düzəldək. Məsəl üçün print slash qoyuruq.
slash bura bir dənə qoya bilmərik. Çünki bu qaçış simvolu kimi istifadə olunur. Yəni simvol tək başına xüsusi maneəyə malikdir və ondan sonra gələn simvollar birlikdə işləyir. En yeni sətrə keçmək, tab boşluğu yaratmaq ayrı. Bura adımızı yazacağıq və yaşımızı yazırıq. İstifadəçi yazır. Gördüyünüz kimi 2 ədəd slash gəldi bura. Və biz altdan bunu davam etdirə bilərik. Gördüyünüz kimi belə. Yəni onları tam alt-alta tutuzdurmaq olmur. Üstə məsəl üçün nöqtə qoyub alta slash zət qoya bilərsiniz. Raket təbii ki də düzəltməyəsiniz. Bu bir örnəkdir. İstədiyiniz bir şeyi düzəldə bilərsiniz. Məsəl üçün belə nöqtələr qoyub, üstə də nöqtələr qoyub. Bunları belə eləyib düzəldə bilərsiniz. İndi isə biz importu keçək. Import mat. Birinci sizə izah edeyim. Import komandası Python modullarını proqrama daxil etmək üçün istifadə olunur. Modullar kodu daha səmərəli və funksional eləyir. Məsəl üçün indi keçək import match. Burayı da print yazdıq belə. Və bizim kvadratın kökünü tapır gördüyünüz kimi. Biz bura 18 yox 16 yazsaq 4. Gördüyünüz kimi bizim kvadratın kökünü tapır. Import match, print match, squared və neçə rəqəm istəyirik onu yazırıq kökünü tapması üçün. Atıram məsəl üçün 378. Run edirik. Konsolda kökünü tapır gördüyünüz kimi. Bu qədər. Bizim ilk dərsimiz bundan ibarət idi. Biz təməlləri keçdik. Qısa zamanda daha yeni videolar gələcək inşallah. İzləmədə qalın. Sağ olun.